Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim inneke hamidun mecid. Değerli kardeşler, hürmetli Müslümanlar, yine Allah Subhanahu ve Teala'nın izniyle görüşmeyi Allah Teala nasip etti. Bildiğimiz kimi Allah Subhanahu ve Teala dinler içerisinde İslam dini beğenip seçmiştir. Ve bu dinin təbliğatçısı olaraktan da Muhammed sallallahu aleyhi ve sellemi ta uşaqlığından ta dünyaya keçene kadar onu təbliğatındaki o mükemmel hayatını kamil şekilde hurafattan, esasdaki şirkten uzaklaştıraraktan Peygamberimizi büyütmüştür. Bildiğimiz kimi Peygamber sallallahu aleyhi ve sellem hələ dünyaya gəlməzdən əvvəl onun nəsli deyək ki, İbrahim aleyhissalama dayanır. Yaxud da İsmail aleyhissalama dayanır. Və İbrahim aleyhissalamın hənif dini Ərəb yarımadasında olmaqdaydı. Hələ şirk ora gəlməmişdi. Orada hənif İbrahimin İslam dini, belə deyək ki, tövhid dini orada var idi. Sonra illər keçdikcə artıq o din unudulmağa başladı. Artıq orada küfür yarandı. Küfür o qədər yayıldı ki, hətta Kəbə ətrafında, indi bildiyimiz Kəbə ətrafında 360'a yaxın büt qoyuldu. Bu da bize onu bildirir ki, o zamandaki şirkin, xurafatın nə dərəcədə yayılması. Elə böyle Məkkə ətrafında elə Əl-Uzzə və Mənətə ətraflarında elə başqa-başqa ilahlardır. Hətta Səfa Mərvada, Səfada bir büt, Mərvada bir büt. Və bundan da əlavə hər kəsin də öz evində əlavə bütləri var idi. Yəni bu da ona dəlalət edir ki, o zamanda şirk həddindən artıq yayılmışdı. Və İbrahim aleyhissalamın hənif dinindən isə o zamanda yəni belə sayılı kimsələr qalmışdı. O da Varaqat ibn Nawfal adlı birisi, yəni o nəsildən qalan bir kimsədəydi. Hənif dindən qalan bir kimsələrdən idi. Və bu zamanda da elə Peyğəmbərimiz dünyaya gəlməzdən əvvəl, yəni bildiyimiz kimi o fil hadisəsini hamınız eşitmişsiniz də, hamınızın bilirsiniz. Orada Həbəşistan Məliki Yəməndəki valisinə əmr edir ki, geçsin Kəbəni dağıtsın. O öz ordusunu yığıb gedirlər Peyğəmbər Məkkəni, Kəbəni, xüsusən də Kəbəni dağıtmağa. Onlar Kəbəyə, yəni fil dəstəsi ilə gəlirlər. Çünki onlar hələ Kəbəyə çatmazdan əvvəl neçə Qureyş və ya Məkkə qəbilələrin yanından keçirlər. O qədər silahlı dəstələrin yanından keçirlər. Lakin onların dəstəsi o qədər güclü olur ki, onları heç bir kimsə qarşı qoya bilmir. Ta ki onlar Kəbənin qarşısına kimi gəlirlər. Bu zaman onlar Kəbəni yıxmaq üçün filləri sürdükləri zaman fillər imtina edirlər, getmirlər. Nə qədər onları itələsələr də dağıtmaq üçün, lakin fillər bundan imtina edirlər. Bu zamanda Allah Subhanahu wa Taala o dəniz tərəfdən onları əbabil quşlarını göndərir və onları həlak edir. Bu ildə bu fil ilə adlanır. Bu fil ilində də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmənki o ildə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dünyaya gəlir və beləliklə o dünyaya gəldikdən sonra Allah Subhanahu wa Taala Muhammed sallallahu aleyhi və səlləmi yəni o risaləsini, o hənif, o ixlas, o tövhid dinini tamamlamaq üçün Peyğəmbər sallallahu aleyhi və səlləmi anasından doğulduqdan ta ki dünyadan köçənə qədər onu qoruyur. Bildiyimiz ki Peyğəmbər sallallahu aleyhi və səlləm hələ ana bətnində olarkən atası Abdullah dünyasını dəyişir. Bu zaman onun babası Abdülmuttalib onu himayeye götürür. Çünkü onu görür, sevir, hoşu gəlir. Yani bu da Allah Subhanahu wa Taala'nın o Peyğəmbərimizin sevgisini onun qəlbinə qoyur. Bir müddət keçdikdən sonra yenə o babası dünyasını dəyişir. Sonra yenə onun əmisi onu öz kəfalətinə götürür və baxır. Beləliklə Peyğəmbər sallallahu aleyhi və səlləm ta risalə ona verilənə qədər öz həyatını yaşayır. Əlimizdə olan kitabda ilə bizə Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih sirasından bəhs edir.
Bu kitab da elə bizə Peyğəmbər sallallahu aleyhi və səlləmin doğulduqdan ta dünyaya köçənə qədər o bütün həyatını, onun qatıldığı o döyüşləri, onun günlərini və onun səfərlərindən, bu şeylərdən bəhs edir. Yəni əlimizdə olan kitab, nə üçün bu kitabı seçdik? Çünki adı üzrə Səhih Siratun Nəbi sallallahu aleyhi və səlləm. Sirə bu mövzuda çox kitablar var. Bu mövzuda çox kitablar var. Lakin bu kitab həm müxtəsərdir, həm də ki, burada yığılmış mövzular, yığılmış mətinlər hamısı səhih olan mətinlərdir. Artıq burada bunu da yazan da elə Şeyx Muhammed Nasiruddin Əlbani bunu öz qələmi ilə yazmış və bu mövzuda olan bütün səhih rəvayətləri burada cəm etmişdir. Aydındır. Biz bugün əsas kitab barəsində bir məlumat yığacağıq. Deməli, bu kitab əslində bu mövzuda belə deyək. Şeyx Albani rahimehullah gedir Dubaya gedir. Orada Şərqə deyən yerə. Orada bir kitabxanada Xatəmin Nəbiyyin Muhammed Zəhra adlı bir kimsənin, Muhammed Əbu Zəhra adlı bir kimsənin yazdığı kitab əlinə keçir. O da ya 2-3 cilddən olan bu mövzuda yazılan kitabdır. Onu vərəqləyir. Orada çünki İmam Əlbani rahimehullah hədisdə mükəmməl kimsələrdən olub da və o kitabda gördüyü o zəif rəvayətləri ona təsir eləyir. Yəni orada çox əlavə zəif rəvayətlər və ya mövzu olan, uydurma hədislər olur. Və bu da Şeyx Albani'nin elə bir qərara gətirir ki, qərara gəlir ki, özü buradakı zəif hədislər çıxarsın, özü müstəqil şəkildə bu barədə hədislər yazsın. Bunu da yine Allah Subhanahu wa Ta'ala'nın izniyle, yani bu Hafiz İbn Kəthir rahimehullah'ın hemen ki bu kitabında özünün yığdığı, İmam İbn Kəthir'in yığdığı rivayetleri çıxardaraktan, onu belə deyək də, onun səhih ilə zəifini ayırt edərekten səhih Peyğəmbər sallallahu aleyhi və səlləmin sirası olaraktan İmam Albani bu kitabı yazır. Ve beləliklə burada İmam Şeyx Albani rahimehullah İbn Kəthir'in yazdıqlarına çox düzəlişlər gətirir. Çünki bəzən insanlar sihhətinə və səhiyliyinə, zəifliyinə əhəmiyyət vermədən bir neçə mövzuları gətirirlər. Lakin Şeyx Albani həm yəqin ki uzun olmasın, həm də ki oxunan kimsələrdə artıq şək şübhə yaranmasın deyə səhih xaslaşdıraraq səhih rivayətləri gətirib bu kitabda cəm edib. Suya baxsın. Burada yenə də Şeyx Albani rahimehullah burada bu kitabı Allah'ın izni bizə oxumağımıza qədər, yəni bunu yazıb gətirmişdir. Yəni də Allah Subhanahu wa Ta'ala Şeyxə rəhmət eləsin, Allah onun günahlarını bağışlasın. Oxuduqca, faydalandıqca Allah Teala onun savabının artmasına, əcrin çoxalmasına və bizim də öyrənməyimizi Allah Teala bizlərə nəsib etsin. Çünki yəni nə üçün siranı öyrənirik? Çünki insanın siranı, peyğəmbərimizin həyatını bilməsi mühüm məsələlərdəndir. Çünki biz müsəlmanlar bu şeylərdən daha çox qafil qalan kimsə. Amma ki müxaliflər yəni belə deyək, İslam'a müxalif olan bir toplum onu yıxmaq üçün daha çox bunun əhatə etdiyi bu məsələlər bizdən daha çox öyrənirlər. Lakin bizlər amma ki daha çox öyrənməliyik. Amma ki belə müxaliflərə dinləsən, onlar bəzən baxırıq ki bizdən daha çox bu məsələ daha çox ilmə malikdirlər. Daha çox bunu bilirlər. Amma bizlər isə başımız ya işə qarışıb, ya ki başqa şeylər qarışıb bunları öyrənməkdən özümüzü məhrum edirik. Amma ki əsas odur ki bizlər Peyğəmbər sallallahu aleyhi və səlləmin həm nəsəbini, həm yaşayışı, həm həyat tərzini öyrənməliyik. Və bunu bilməyimiz də bizim həm imanımıza, həm də ki yəni bu Peyğəmbər barəsində olan onun keçdiyi o həyat tərzinə bildikdə bizim imanımıza təsir eləyir. Aydındır, biz belə rahat isti yerlərdə oturmaqla onlar, yəni bizim oturduğumuz kimi onlar elə İslamı elə bu tərzə, yəni bu vaxta qədər rahatlıqla gətirməyiblər. Onların girdiyi
yəni çətinlikləri Allah Subhanahu taala bizləri salmayıb. Ona görə biz onların həyatını öyrənməyimiz, onların sirasını, onların günlərini, onların yaşayışını öyrənməyimiz həm bizim dünyamıza, həm də ki bizim axirətimizə həqiqətən çox xeyirləri olur. Sonra burada Şeyx Albani, yəni bu kitabda yazdıqda qoyduğu mənhəclərdən bəhs edir. Ondan sonra keçir birbaşa Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin nəsəbinə. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin nəsəbi necədir? Yəni hardan doğulub və sonuncu nəsəbi kimə dayanır deyə bundan bəhs edir. Burada başlayır ki, burada Allah Subhanahu Taala ayəsindən başlayır, deyir ki: Allahu a'lemu haythu yec'alu risalete. Allah peyğəmbərliyi kimə verəcəyini daha doğru biləndir. Yəni burada heç bir kimsənin ixtiyarı yoxdur. Çünki zamanında belə deyək ki, peyğəmbərimizə elə peyğəmbərlik verilməmişdən əvvəl onlar müşriklər və ya yəhudilər peyğəmbərlər yəni öz nəslindən və ya öz nəsəbindən, öz nəslindən istəyirdilər. Lakin Allah Teala bizə bunu bildirmək istəyir ki, yəni peyğəmbərin və ya peyğəmbərliyin kimə verilməsini Allah daha yaxşı biləndir. Burada bizim bir ixtiyarımız yoxdur. Yəni biz bir məşvərət eləyək, görək peyğəmbəri içimizdə kimə verərək deyə bir xüsusiyyət ola bilməz. Aydındır. Sonra başlayırıq ki, burada Peyğəmbər sallallahu aleyhi və səlləm nəslimədə ki, Ləmmə suləl Hiraql Məlik Rum Əbə Sufyan. Demə Əbu Sufyan bir ki, Hiraql ilə daha yaxın olur. Hiraql ilə daha, yəni Məlik Rumdan, Rumun padşahı ilə, Məliki ilə daha yaxın olur. Bu zaman onun görüşündə, müqabilində olduqda Hiraqli Əbə Sufyandan soruşur. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm sifəti barəsində soruşur. Deyir ki, onun nəsəbi necədir? Yəni sizin aranızda necə bir kimsədir o? Necə bir kimsə olaraq tanıyırsınız? Deyir ki, Əbə Sufyan deyir ki, o bizim içimizdə yəni tanınmış nəsil əcabəti bilinən bir kimsədir. İnsanlar ola bilər ki, müəyyən bir yerə qədər nəslini bilir, ondan sonra bilmir. Deyir ki, amma ki, burada Hiraqlinin soruşmasına və Əbə Sufyanın deməsi ki, o da zu nəsəbin, yəni onun nəsəbi, nəsli kökü bilinəndir. Və həmçində Hiraqli cavabına deyir ki, beləliklə ki, hər bir peyğəmbər bilinmiş, yəni öz qövmündən çıxardılır. Nəsəbi məlum olmuş şəkildə. Sonra deyir ki, yəni Hiraqli deyir ki, o deyir ki, yəni nəsəblər içərisində, nəsillər içərisində ən gözəl, seçilmiş və şərəfli bir nəsildən çıxardılır. Yəni onun nəslində nə oğru, nə yalancı, nə fırıldaq olmur. Aydın peyğəmbərlərin nəslində. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin nəsli də belə deyək, qəbilələrin çoxluğu içərisində ən çox qəbilə olan və hər bir qəbilənin də yəni şərəfli kimsələr olan, böyük kimsələr olan olduğu da bildirilməkdədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də Adəm övladının ta dünyada və axirətdə də Adəm övladının seyyidi, öndəri, ağası olacaqdır. Burada deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin künyələri var. Məsələn, Peyğəmbərimiz deyir ki, Əbul Qasim, Əbu İbrahim və həmçinin burada başlayır ki, Muhammed adlarından bəhs edir. Peyğəmbərimizin adları var. O adlarda hərəsinin özündə bir xüsusiyyəti var da. Aydın, məsələn, Əbul Qasim deyiblər, məsələn, Əbu İbrahim deyiblər Peyğəmbər. Həmçinin Muhammed, Əhməd, vəl-Məhi, əlləzi mühbihil kufur. Həmçinin Peyğəmbərimizin adlarından əl-Məhi, yəni mənası odur ki, silən demək. Yəni, küfrü siləndir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Bu nə mənə gəlir? Yəni Peyğəmbərlik verildikdən sonra, Peyğəmbər gəldikdən sonra zamanında olan küfür, o şirk, o asiliklər Peyğəmbərimiz risaləsi ilə onları yox edir. Və həmçində əl-aqib leysə əlləzi mə ba'dahu nəbiyyun. Əl-aqib də həmçinin Peyğəmbərimizin adlarındandır. Yəni ondan sonra Peyğəmbər yoxdur. Və həmçinin əl-haşir, əl-haşirdə yəni ilk həşr olunan elə bu ümmət üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm olacaqdır. Həmcə Əl-Muqaffi adı da verilmişdir. O da Peyğəmbərlərin axıncı və sonuncu olduqda mənasına gəlir. Və həmçin Nəbiyyur Rəhmə, rəhmət Peyğəmbəri və Nəbiyyut Tövbə, Tövbə Peyğəmbəri. Nə mənaya gəlir Tövbə Peyğəmbəri? Çünki Tövbə Peyğəmbəri yəni bizdən Musa aleyhissalamın dövründə də zamanında bilirdinizsə, onların hökmləri bizim əhkamlardan, hökmlərdən fərqlənirdi. Onların tövbəsinin qəbul olması, Allah da Qur'an-ı Bəqərə surəsində keçir də ki, onların tövbəsinin qəbul olunması özünü öldürməsi ilə bildirilir.
Amma ki bizim Peyğəmbərimizin bu tövbə adı verilməsi, yəni bizlər bizi özümüzü öldürməyə ehtiyac yoxdur. Biz tövbə etsək, artıq Allah Subhanahu Taala bizləri günahını əff edir. Və bu xüsusiyyət elə Allah Taala'nın bu rəhmət peyğəmbərinə və əla xüsusiyyət ki bizə rəhmi gəlməsindən dolayıdır ki, bizə bir xüsusiyyət vermişdir. Aydındır. Və biz tövbə edərəkdən Allah Taala bizlərin tövbəmizi qəbul edir. Və həm Nəbiyyül Əl-Məlhəmə, yəni döyüş peyğəmbəri, yəni döyüşlərə qatılan peyğəmbəri də olaraq adı da keçmiş. Və həm Xatəmin Nəbiyyin və peyğəmbərlərin sonuncusu adıdır və Xatəmin Nəbiyyin və həmçində Abdullah adı da zikr olunmaktadır. Bu Xatəmin Nəbiyyin və Abdullah bu ad iki ad Quranda keçməkdədir və saydığım bu əvvəlki adlar da hamısı ayrılıqda hədislərdə öz təsdiqini tapmaqdadır. Və qal el-Beyhaqi və zə ba'du uləmə fəqalə və həmçində Beyhaqi deyir ki, bəzi alimlər Allah Teala'nın peyğəmbərimizin adlar əlavə edərək demişdir. Səmmə Allah fil Quran və həmçində ki Allah Teala peyğəmbəri Quranda Rasul, Nəbi, Ummi adlandırmışdır. Yəni Rasul, Nəbi, Ummi, yəni yazma oxuya bilməyən, həmçinin şahid, mübəşşir, nəzir və həmçinin da'iyan ilallah bi iznihi və siracən munira, Allah Teala'nın dininə dəvət edən və siracən munira, işıq saçan, raufan rahimən, muzakkaran və müzəkkiran və cəaləhu rəhmətən və ni'mətən və hədiyən alaraqdan Peyğəmbərimizi Allah Subhanahu wa Taala bu adları vermişdir. Bu adlara baxdıqda Peyğəmbərimiz həm Rasuldur, həm Nəbidir, həm də ummidir. Bu hamısı Peyğəmbərimizin adları da onların sifətləridir. Bizə qəlbə gəlməz. Həm də şahiddir də. Aydındır, ümmət üçün şahiddir. Və həmçə mübəşşirdir, insanları müjdələyəndir. Peyğəmbərimiz insanları müjdələyəndir. Allah barəsində, yəni deyək ki, Peyğəmbərimizə qədər indiki bizim bildiyimiz Allah barəsində olan onun ad və sifətləri barəsində başqa Peyğəmbərlərdə belə bir elm olmuyor, bildirməyiblər. Onların daha çox risaləsi belə deyək ki, Nəbi olaraqdan gerçəkləşmişdir. Yəni xəbərdar olaraqdan gerçəkləşmişdir. Amma ki Allah Subhanahu wa Taala bizim Muhammed sallallahu aleyhi və səlləmi həm Rasul, həm Nəbi seçməsi və həm də Allah Taala barəsində daha geniş məlumatlar vermişdir. Ad və sifətlər barəsində bizə geniş məlumatlar vermişdir. Və yaxud da ki cəhənnəm barəsində daha geniş məlumatlar vermişdir. Bu yəni Peyğəmbərimiz müjdə verəndir, mübəşşir. Və həm də nəzirdir, çəkindirəndir, öz qövmünü çəkindirəndir və çəkindirəndir, möhlət verəndir. Aydındır. Bəzi peyğəmbərlərin möhləti 3 gün olub. Və ya ki, bəzi peyğəmbərlərin möhləti müəyyən bir vaxt olub. Amma ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin biz ümmətə verdiyi möhləti, yəni ta qiyamət günə qədərdir. Xəbərdar edib, aydındır, xəbərdar edib, müjdələyib, çəkindirib, aydındır. Və həmçində insanları Allah Taala'nın dininə dəvət edən o Peyğəmbərimiz. Aydındır. Bu dəvət üzərində, bu dəvət yolunda da səbirli olub, təmkinli olub. Səbirdən, hövsələdən çıxmayıb. Və bu dəvət etmək də bunu Allah Subhanahu wa Taala və da'in ilallahi bi iznihi, Allah Taala'nın izni ilə Allahın dininə dəvət edən adlandırması. Əslində belə baxsaq ki, Allahın dininə dəvət etmək kimlərin işidir? Peyğəmbərlərin işidir. Nə üçün dəvət etmək peyğəmbərlərin işidir? Yəni belə düşüncəmizə belə bir fikir gələ bilər ki, belə bir düşünə bilərək ki, yəni doğrudan da həqiqətən peyğəmbərlik uca bir məqamdır və bu dəvət də uca bir məqamdır. Allah Taala'nın bu uca bir məqam və bir dəyərli bir xüsusiyyəti peyğəmbərə verməsi həqiqətən çox dəyərli bir şeydir dəvət etmək. Aydındır. Onun üçün də dəvət edən kimsə gərək Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bacardığı qədər onun əxlaqi xüsusiyyətləri ilə özündə barındırmalıdır. Çünki belə bir ki, bizdə daha çox dəvətə həvəsimiz var, dəvətə canımız yanır. Lakin bəzən bizi qarşı tərəf bizim çağırdığımızı əməl etmədiyimiz şeylərlə bizi qınayırlar, bizi tənqid edirlər. Sən bunu deyirsən, axı sən bunu edirsən. Amma ki bu Peyğəmbərdə olmuyor belə şey. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dəvət edib və ona heç bir kimsə etdiyi gizlində və aşkarda hər hansı bir günahla yəni özünə imkan yaratmayıb ki, onu tənqid etsinlər, onu qınasınlar. Hətta Allah Taala'nın risaləsini o cür şəkildə, mükəmməl şəkildə yerinə yetirsin ki, heç kimsə ondan üz döndərməsin. Necə lazım olsa qəbul etsin. Onun üçün də dəvət etmək həqiqətən çox mühüm və dəyərli və məsuliyyətli bir işdir. Allah Taala bizi, yəni onun dininə
həqiqi şəkildə və o özümüzdə barındığı o xüsusiyyətdə özümüzdə yaşadaraqdan dəvət etməyi Allah Taala bizləri nəsib etsin. Və yəni Peyğəmbər sallallahu əleyhi və səlləm siracan munir, işıq saçardı. Yəni zülmətlər içərisində insanlar zülmətdə idi. Həqiqətən insana Allah Taala'nın tanımaması, bu kainatı kiməsə nisbət etməsi, həm yaratmaqda, həm idarəçilikdə, həm də ki insanların sonda həlak olması bu bir zülmətdir. Allah Taala deyir ki, Allah Taala onların ki gözlərini kör etməz də, lakin onların bir bəsirətini kör edər. İnsanın bəsirət gözü kör oldusa, yəni həqiqəti dərindən görmədisə, əlbəttə ki, bu kainatın əbəs yerə yaradılmasını, insanın bu dünyada heyvan kimi və yaxud da ki, hər hansı bir bitki kimi yaşayıb torpaq olub yox olmasını deyəcəklər sonda. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə Allah Taala barəsində xəbər verdi və s. Və həmçinin Peyğəmbərimiz ümmətinə qarşı rauf, rahim olubdur, mərhəmətli olubdur, qayğıkeş olubdur. Aydındır. Xatırladan olubdur və s. Sonra başlayır ki, Peyğəmbərimizin əsas nəsəbi budur ki, Huva İbn Abdillah, İbn Abdillah İbn Abdülmuttalib İbn Həşim, bu artıq Peyğəmbərimizin əsas nəsəbidir ki, Həşimi. Və həmcə İbn Abdülmənəf, İbn Qusiy İbn Kiləb, İbn Murra İbn Kə'b İbn Luəyyi, Qalib bin Fihr İbn Məlik İbn Nadır, bin Kenanət İbn Xuzeymə, bin Mudrikə, bin İlyas, bin Mudar, bin Nizar, bin Ma'dib, İbni Adnan. Bura kimi məlumdur bizə. Bura kimi yine Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sirası Ma'd ibn Adnana kimi sonuncu Adnandır. Burada artıq bizə səhih rəvayətə bura kimi çatır. Bundan sonra bizə o qədər də səhih rəvayətə gəlib çatmamışdır. Bildizə burada artıq bunu hər bir kimsə gərək öyrənsin, bunu əzbərləsin. Hətta Peyğəmbərimizin nəsəbi barəsində müəyyən bir qədər elm olsun da, müəyyən qədər bir elmi mələkəsi olsun. Və huva mevludu İsmail la məhalə. Bu da həmçinin də İsmail aleyhissalamın doğulmasıdır. Yəni İsmail aleyhissalamın nəslinə dayanır. Bildiyimiz kimi də İbrahim aleyhissalam, yəni bunu mütləq zikr etmək lazım ki, İbrahim aleyhissalam yoldaşı ilə uşağını qoyduqda, uşaq dünyaya gəlir, məsələn, zəmdən suza çıxır, bilirsiniz də. Çünki heyvanı daha çox belə də səhra əhli, o əziyyətə bilən insanlar suyun harda olduğunu müəyyən bir işarələrlə bilirlər də. Çünki daha çox insanların suya tələbatı olduğu kimi, bitkilərin tələbatı olduğu kimi heyvanların suya tələbatı var. Biz məsəl üçün yerdə olduğumuz zaman müəyyən bir qabağımızı görə bilirik, amma heyvanlar daha geniş əhatə ilə görə bilirlər də. Onlar İsmail aleyhissalam balaca olduqda suya gələn Yəmən tərəfdən ərəblər gəlir. Belə çıxıb Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin əsli nəsəbi ərəb olmadı, İbrahim aleyhissalamdan, İsmail aleyhissalamdan gəlir. O zaman oraya ərəblər gəlir, Yəmən tərəfdən, Yəmən qafiləsi gəlir suya tərəf. Aydındır. Suya tərəf gəlir. Bu zaman İsmail aleyhissalam onları qarışır, uşaqda, balaca uşaqda qarışır onların dil öyrənir. Ərəb dilini başlayır İsmail aleyhissalam sonradan öyrənməyə. İbrani sonradan öyrənir. Orayı öyrənir, böyür, yetkinlik qəşən çatır, onlardan bir qadınla evlənir. Aydın sonra İbrahim aleyhissalam gəlir. Artıq anası dünyasını dəyişmişdi. Gəlir, qapını döyür, bir qadın çıxır, yaşayışını necə, yeməyiz nədir? Deyir ki, yəni biz yaxşı geçinmirik, yaşayışımız yaxşı deyil. Deyir, sonra ki, oğlun gəldikdə, yəni yoldaşın gəldikdə deyir ki, evin qapısını dəyişsin. Aydındır. Sonra İsmail aleyhissalam qayıdır, hiss edir ki, elə bilir ki, kimsə gəldiyini hiss edir. Çünki kimsə gəlmiş ki, filan şəkildə bir kimsə gəldi. Bizdən soruşdu ki, yaşayışını dedi ki, belədir. Sonra deyir, mən nə vəsiyyət etdir ki, evin qapısını dəyiş. Bu da qadını ki, səndir, o atam idi, gəlmişdi. Mənə bildirdi ki, sən artıq səni ayrılam, get atanın evinə. Sonra yenə evlənir İsmail aleyhissalam başqasıyla. Sonra yenidən İbrahim aleyhissalam evdə olmadıqda gəlir. Qapını döyür, qadın çıxır. Soruşur ki, yaşayışın necədir? Yaxşıdır. Yeməyi nədir? Ətdir, sudur. Hər şey yaxşıdır. Şimdi oğlun, yoldaşın gəldikdə ona denən ki, evin qapısını möhkəm saxlasın. Sonra İsmail aleyhissalam dala qayıtdıqda kimsə gəlmişdi. Bəli, gəlmişdi. Filan şəkildə soruşur, yaşayışın necədir? Dedim, belə. Sonra nə vəsiyyət etdi? Deyir, evin qapısını möhkəm saxla. Deyir, o atam idi. Mənə vəsiyyət etdi ki, səni saxlayıb. Aydın, yəni buradan sonra Peyğəmbərimizin sallallahu aleyhi və səlləm nəsli ta
Abdullah'a kimi davam edir. Aydın. Yəni Peyğəmbərimizin sallallahu aleyhi və səlləm İbrahim aleyhisselam onun ulu babasıdır və onun da belə deyək ki, sonraki babası İsmail aleyhisselam və ondan sonra gələn olaraqdan Peyğəmbərimizin nəsəbi belə səhih rivayətlər axırıncı Adnan olaraqdan bilinməkdədir. Aydındır. Və hadihi nəti bi hadihi sıfat la xilafə fi beynəl uləmə. Yəni bu saydığım bu adlara qədərdir ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bu nəsl əcəbatindədir. Alimlər arasında ixtilaf yoxdur. Bura kimi məlumdur. فَجَمِيعُ قَبَائِلَ عَرَبِ الْحِجَاءِ يَنْتَمُونَ بِهَذَا النَّسَبِ. Bütündür ki, Hicazın bütün ərəb qəbilələri elə bu nəsəbə, bu nəslə mənsub olur. Bütün Hicazın bütün ərəb qəbilələri bu deyək ki, bu saydığımın bu qəbilələrə, bu nəsəbə nisbət olunur. وَلِهَذَا قَالَ İbn Abbas və qeyri fi qavlihi ta'ala. İbn Abbas və başqaları ki, Allah Teala'nın bu ayəsində belə deyirlər ki, قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرٍ إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَةِ. De, mən sizdən bunun əvəzində qohumluluq, əlaqə, qohumları sevməkdən başqa bir şey istəmirəm. Bu ayənin təfsirində deyirlər ki, لَمْ يَكُمْ بَطْنُ مِنْ بُطُونِ قُرَيْشٍ إِلَّا وَلِرَسُولِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ نَسَبٌ يَتَّصُ بِهِ. Deyir ki, Qureyşdə olan elə bir nəsəb, elə bir nəsil yoxdur ki, onların sonu Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin nəsəbinə, nəslinə dayanmış olmasın. Aydındır. Yəni bu da Peyğəmbərimizin sallallahu aleyhi və səlləm nəsəbinin, nəslinin necə şərəfli, necə dəyərli və hər bir qəbilənin nəsəbinin bilinməsini gətirib çağırır. Aydındır. وَقَدْ رُوِيَ عَنْ طَرِيقِ الْمُرْسَلَ وَوُصُولًا لِأَنَّ بِسَلَّمَ قَالَ. Başqa bir rivayətdə gəlir ki, Peyğəmbərimiz deyir ki, خَرَجْتُ مِنْ نِكَاحٍ وَلَمْ أَخْرُجْ مِنْ سِفَاحٍ. Mən deyir ki, halal nikahla dünyaya gələn bir insanım, zina yoluyla dünyaya gələn bir kimsə deyiləm. Min vələdə Ədəm ilə ən vələdəni əbi və ummi və ləm yusibni min sifəhə cəhilə şey. Ta anam atam məni doğduqdan ta Adəm əleyhissalamın gəlib nəsəbim Adəm əleyhissalamdan ta ki anam məni dünyaya gətirənə qədər mənim nəslindən heç bir kimsə cahilliyə əhlinin törətdiyi o pis işlərə toxunmayıbdır. Yəni nəslim heç bir zaman pis işlərlə tanınmayıb və yaxud da ki, pis işlər görən kimsə olmamışdır. Hətta cahiliyyə dönəmində belə. Aydındır. Və hədə rəvah İbn Adi aləl Ali ibn Əbi Talib və səndə mursal ceyyid. Yəni bu hədis dedik ki, bu rivayətdir. Bu hədis yəni ən gözəl yeri də yəni həsən yerinə gəlib çıxır. Başqa bir zəif rivayət var, mövzudur, uydurma rivayəti. O deyir ki, burada İbn Abbasdan gətirirlər ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm güya deyir ki, İdəntə iləl ədnən əmsək. Peyğəmbər sallallahu aleyhi və səlləm nəsəbinin Adnana çatdıqda dayanardı və deyərdi ki, kəzəbə nəssəbun. Artıq mənə də nisbət edən kimsə də yalan danışdı. Mənə nisbət edənlər, Adnandan sonra olmayanı deyən kimsə də artıq yalan danışdı. Demək istəyir ki, yəni bundan sonra da var. Lakin bu rivayət mövzudur, yəni uydurma hədisdir. Aydındır. Bu kitabın elə İbn Şeyx Albani'nin elə əvvəlki də Muhammed Əbu Zəhranın Xatəmin Nəbiyyin kitabında elə gətirdiyi rivayət elə bu rivayətdir. Şeyx Albani buna iradən gətirib ki, yəni bu rivayət düzgün rivayət deyil. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən belə bir rivayət olunur, lakin bu səhih deyildir. Aydındır. Bundan sonra وثبت في صحيح البخاري عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال بعثت من خير قرون بني آدم قرنا فقرنا حتى بعثت من القرن الذي كنت فيه. Der ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ta ki içində olduğum əsrdə göndərdiyim günə qədər, ta ki içində olduğum o əsrdə göndərilib günə qədər mənim nəslim Adəm əleyhissalamdan bu yana bütün xeyirli nəsillər içərisində gəlmişdir. Aydındır. Belə deyək, Peyğəmbər sallallahu aleyhi və səlləm nəsli ta ki Adəm əleyhissalamdan ta ki o öz zamanında fil ilində doğulduğu günə qədər onun nəsəbidir ki, insanlar içərisində ən xeyirli nəsildən gəlmişdir Peyğəmbərimizin nəsli. Heç bir zaman əvvəlki dedim ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləm nəsəbində, yəni cahiliyyə dönəmində olsa belə, yəni belə pis nəsəb olmamışdır. Aydındır.
Və həmçində və Sahih Müslimdə gələn hədisdə min hadisi Vasilə ibn Əsqa ənə Rasulullah sallallahu aleyhi və səlləm qalə. Vasilə ibn Əsqa deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm İnnə Allah istəfə min vələdi İbrahim İsmail. Allah subhanahu wa ta'ala İbrahim aleyhisselam övladlarını, İsmail aleyhisselamı seçdi. وَاسْتَفَ مِنْ بَنِ İsmailə Bəni Kinənə. Və İsmail aleyhisselamın nəslindən də Bəni Kinənəni, əvvəlki adlarda Bəni Kinənəni zikr etmişdir. Bəni Kinənəni seçdi. Və həmçinin Bəni Kinənənin içərisində isə Allah Teala Qureyşi seçdi. Və Qureyşdən də Bəni Həşimi seçdi. Və vəstəfə min Bəni Hişəm, Bəni Həşim. Və məni də Bəni Həşim qəbiləsindən məni seçdi. Aydındır. Bu da həmçində Peyğəmbərimizin sallallahu aleyhi və səlləm nəsəbini ta İbrahim aleyhissalama qədər və da İsmail aleyhissalama qədər və bunlar içərisində də Bəni Kinənə, Qureyş və Həşimi və həmçinin Həşimi içərisində də ən xeyirlisindən də Peyğəmbərimizi ən xeyirli Peyğəmbəri Allah subhanahu ta'ala insanlar üçün mübəşşirən və nəzirən olaraqdan çıxartdı. Və raval İmam Əhməd عن المطلب بن أبي وداع قال العباس بلغه صلى الله عليه وسلم بعدما يقول الناس فسعد المنبر. Peyğəmbər sallallahu aleyhi ve sellem belə rivayet edir ki, insanlar Peyğəmbər sallallahu aleyhi ve sellem barəsində nəsə danışdıqdan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem minbərə qalxır. Fəqalə deyir: "Mən ənə." Yəni mənim barəmdə filan şeylər danışırsınız. Mən kiməm? Qalu ente Rasulullah. Deyirlər ki, sən Allahın Rasulusan. Sonra başlayır ki, Peyğəmbərimiz demək ki, Ənə Muhammed ibn Abdullah ibn Abdülmuttalib. Mən Abdülmuttalibin oğlu, Muhammedin oğlu, Abdullahın oğlu Muhammedəm. İnna Allah xalaqal xalqa feca'ale min xeyri xalqi. Allah Teala məxluqatı yaratdı və onların içərisindən ən xeyirlisi olaraqdan məni çıxartdı. Və ca'alani firqateyni feca'ale min xeyri firqa. Fəcəaləhum firqa, onlar iki firqə yaratdı və o firqələr içərisindən məni ən gözəl, ən xeyri firqədən çıxartdı. Və xalaqal qəbailə fəcəalə min xeyril qəbailə. Və Allah Teala insanlar içərisində qəbilələr bölündü və ya da qəbilələr yaratdı və məni də o qəbilələr içərisindən ən xeyirli qəbilələr içərisindən çıxartdı. Və cəaləhum buyutan fəcəalənə fi xeyrihim beytən. Və onlar içərisində evlər təyin etdi və məni dedi ki, ən xeyirli evlər içərisindən məni çıxartdı. Fəənə xayrukum beytən və xayrukum nəsəbən. Və mən də sizlər içərisində həm ev və həm də qəbilə baxımından və yaxud nəsəb baxımından ən xeyrinizəm deyər Peyğəmbərimizdən belə rəvayət. Və salavatullah və sələmu aleyhi daimən əbən ilə yevmul qiyamə. Daima və ta qiyamət günə qədər Allah Teala'nın salamı və salavatı Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin üzərinə olsun. Və səbədə fi sahih ən Rasulullah sallallahu aleyhi və səlləm qalə. Və həmçində səhih bir rivayətdə varid olmuş ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir: "Ənə seyyidu və lə Ədəm yevmul qiyamə və lə fəxrə." Mən qiyamət günündə Adəm övladının ən xeyirlisiyəm. Və lə fəxrə. Və mən də bundan ki, fəxirlənmirəm. Çünki bu sözün nə mənə gəlir? Və lə fəxrə. Sən təsəvvür et ki, Allah Teala bunun barəsində xəbər verir ki, özü bir xəbər verir ki, mən qiyamət günə qədər insanlar içərisində olacaq ən xeyirli insanam. Və lə fəxrə, mən artıq fəxirlənmirəm buna, mən təkəbbürləm. Çünki bunun qazanması mənim əlimdən deyil ki, hətta mən fəxirlənim onunla. Aydın da mən təkəbbürlənmirəm, fəxirlənmirəm buna görə. Çünki bunu mənə verən Allah subhanahu wa ta'aladır. İşləri yenə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allah Teala həvalə etdi. Bu nəyin nəticəsidir? Bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin etiqadının, dininin hənif dinə dayanması, yəni şirkdən uzaq olmaq, şirkdən uzaq olan, küfrdən uzaq olan hənif dinə dayanmasının bir dəlilidir. Allah subhanahu wa ta'ala bizləri bu eşitdiyimizdən faydalanmağa Allah subhanahu wa ta'ala bizə nəsib etsin. Bugün biz onu öyrəndik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə zina yolu ilə dünyaya gələn nəsildən dünyaya gəlməmişdir. Yəni onun atası, anası məlumdur və onun nəsəbi də bizə bəllidir. Və burada da biz ta Abdullahdan, atası Abdullahdan ta Adnana qədər Peyğəmbərimizin nəsəbindən
nəsl əcabətindən bəhs etdik. Kimsə bacarırsa bunu axtarsın, tapsın, əzbərləsin və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləm nəsəbi o qədər şərəfli, şərafətlidir ki, bütün Qureyş və bütün Hicaz qəbilələri onun nəsəbinə, nəslinə isnad olunur. Və həmçinin biz burada Peyğəmbər sallallahu aleyhi və səlləmin Adəm övladının ta qiyamət günə qədər ən xeyirli nəsil olduğunu bildik və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm nəsli cahilliyə dövründə olan pis murdar işlərə nəsəbi toxunmamışdır və həmçinin biz burada Peyğəmbər sallallahu aleyhi və səlləmin İsmail aleyhissalamın nəslindən, onun da nəslinin Bəni Kinanədən, onun da Kinanənin də Qureyşdən və Qureyşin də Həşimindən və Həşimindən də Peyğəmbər sallallahu aleyhi və səlləm çıxdığını bildik. Və burada da həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbilələr içərisində ən xeyirli qəbilələrdən olduğunu və qiyamət günündə də qiyamət günündə də Adəm əleyhissalamın insanlar içərisində ağa olması, seyid olması bizə bildirilir. Allah subhanahu ta'ala bizə eşitdiyi faydalardan etsin. Gələn dərsimizdə isə Məvludu Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm doğumu barəsində bəhs edəcək. Allah ta'ala bizə eşitdiyi faydalardan etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.